Paşinyan Ermənistanda Qarabağ hərəkatına son qoyulmasının vacibliyini Putinin diqqətinə çatdırıb. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərin Ermənistan üçün vacib olduğunu da bildirib. Mərkəzi TV xəbər verir ki, Paşinyan bunu Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib. O vurğulayıb ki, Azərbaycanla sülh İrəvanın Moskva ilə münasibətlərinə müsbət təsir göstərir. Əlbəttə ki, Rusiya ilə münasibətlərimiz çox dərindir. Bizim üçün çox vacibdir. Fikrimcə bu münasibətlər regionumuzdakı yeni reallıqlar kontekstində nəhayət ki, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olduqda dinamik şəkildə inkişaf edir, deyə Ermənistanın baş naziri bildirib. Paşinyan Putinin Bakı və İrəvan arasındakı münasibətlərinin normallaşmasında mühüm və əsas rolunu da vurğulayıb. Aydındır ki, sizin də şəxsən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində əsas, çox vacib rol oynamısınız və oynamaqda davam edirsiniz. Paşinyan Ermənistanda Qarabağ hərəkatına son qoyulmasının vacibliyini də vurğulayıb. Bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub, iki ölkə bir-birinin ərazi bütövlüyünü artıq tanıyıb. Qarabağa gəldikdə isə biz bunu dəfələrlə, əsasən də işçi formatda müzakirə etmişik. Bəli, biz Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdıq. Lakin bunu yalnız Rusiya Federasiyasının ali rəhbərliyi bu barədə 2 dəfə publik şəkildə danışdıqdan sonra etdik, xatırlayırsınız. Biz bu barədə dəfələrlə danışmışıq. Biz KTMT ilə bağlı problemlərimizi heç vaxt gizlətməmişik. Çünki 2022-ci ildə konkret bir vəziyyət var idi və KTMT mexanizmləri işləməli idi, amma işləmədi. Bu, əlbəttə ki, KTMT ilə münasibətlərimizdə yaranan vəziyyətə gətirib çıxardı. Paşinyan həmçinin Ermənistanın tezliklə Azərbaycan vasitəsilə Rusiyaya mal ixrac edəcəyinə ümid etdiyini də söyləyib. O əlavə edib ki, Ermənistan və Rusiya arasındakı münasibətlər heç vaxt sual altında olmayacaq.